kişiliği çatırsa gelsin bura. O kişilikten danışır. Qafqazda kişilikten danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Bunlar gəlmədilər, hardan gəliblər, hamı yaxşı bilir. İkincisi kişilikten danışırsa gel kişi gibi bura. Ben burada da dayanmışam. Senin o Madagist adlandırdığın su qovuşanda dayanmışam. Kişiliği varsa gel bura. Yoksa orada oturup İrəvanda banlamaqla qəhrəman düzəldə bilməz özündən. Və demişəm bir dəfə, o dəmir dümürləri gələ sinəsində gəzdirir, onları atsın zibil yeşiyinə. Onların bir qəpik də qiyməti yoxdur. Və ona ən yaxşı cəzanı da erməni xalqı verib. 2018-ci ildə bir təpi ilə bunu vəzifədən qovub. 2018-ci ildə növbəti saxtakarlıq törədərək özünə 50%-dən çox səs yazdırıb seçkilərdə. Və bu cinayətin deməli şəriki ATƏT Demokratik İnstitutlar Bürosudur. Çünkü onlar Serjiklə əlbir olaraq bilmirəm sövdələşmə nəyin əsasında olub, amma təxmin edə bilərəm. Onlar Serjikin qələbəsini tanıyıblar. Bu adamı Ermənistanda kütləvi sürətdə lağa qoyublar, ələ salırlar, nifrət eləyirlər. Bu seçkilərdə özünə 50%-dən çox səs yazdırır, baş nazir özünü təyin elətdirir və ATƏT də buna göz yumur. Buna razılıq verir. Bax, iki saxtakar, biri ATƏT Demokratik Təsisatlar Bürosu, hansı ki Azərbaycana hər zaman xor baxır, bir də Serjik. Nə oldu sonra? Erməni xalqı qalxdı. Erməni xalqı qalxdı, bir təpi ilə bunu vurdu, attı çölə. Və ondan sonra nə etdi? Ondan sonra məzlumcasına geldi, dedi ki, mən haqlı deyirdim, Nikol haqlıydı. Özünə kişi deyən adam belə söz deyər. Özüne kişi diyen adam bu kadar özünü alçaldı. Bunu böyle hiç elinde. Ve ondan sonra 2 yıl ərzində ağzına su alıp susmuşdu. Ne kadar bunu təhqir elədilər. Ne kadar bunun cinayətkar qohumlarını həbs elədilər. Xaricdə gizlənmiş ve Kolumbiyaya, Guatemala'nın pasportunu almış bir yakın qohumu var. Adını da değiştirmişti. Necə ki Serjik vaxtilə Serj eləyib özünü. O da qohum da özünün nə bilim Gonzales bir adı. Qulağından dartıb gətiriblər, həbs eləyiblər. Susub nə desin? Qorxusundan. Müharibədən sonra indi yenə baş qaldırır. İndi bu müharibə olmasaydı, bu acı məğlubiyyət olmasaydı, Serjik də indi həbsxanadaydı. Onun kimi oğru bəlkə də bizim bölgədə hələ doğulmuyor.